İmran Qasımov və Həsən Seyidbəyli. Böyük ürək piyesi. ...1945-ci ilin payız ayıdır. Moskva-Bakı sərnişin qatarının kupesində 3 dost ordu sıralarından tərxis olunub Bakıya, doğma Azərbaycana qaydırlar. Bunlar Rüstəm, Səməd və Pərvizdir. Rüstəm çox fikirli, vaqonun pəncərəsi qarşısında dayanıb, nə isə xatırlayır. 1942-ci ildə faşistlər Bakıya soxulmaq istərkən müxtəlif institutlardan 12 dost könüllü cəbhəyə yola düşdü. 45-ci ilin sentyabrında isə bunlardan yalnız 3 nəfəri vətənə qayıdır. İndi biz sağ qalmağımıza müqəssiriyik. Çətindir dostlar, çətindir. İndi onlar ölmüş, biz isə yaşayırıq. Hər kəsin öz taleyi var. Biri ölməsə o biri yaşamaz. Ancaq yaşayanlar unutmamalıdırlar ki, biz 3 nəfər deyil, 12 dost olmuşuq. Və onlardan 9'u 3 nəfərin yaşaması üçün öz həyatlarını qurban vermişlər. Dostlar, çatırıq, çatırıq. Atam, anam, and içirəm uşaqlar, bax, odur peronda dayanmışlar. Yanlarından keçdik. Mən getdim, qaç. Pərviz vaqondan çıxır. Şərqiyə sevincək Rüstəmin boynuna sarılır. Rüstəm, salam. Şərqiyə, salamlayırsan. Əksinə, mən gülürəm, gülürəm. Göz yaşları özləri tökülürlər. İcazə versəniz, mən sizi də öpərdim. Şərqiyə, mənim əzizim. Rüstəm, bütün həyatım boyu mən sizə borçluyam. Gedək, gedək. Komandir, komandir. Bu qısa dəqiqəni neçə ildir ki gözləyirsən? İllər ötür, dostlar həyatın müxtəlif sahələrində çalışırlar. Rüstəm uzaq rayonlardan birində kolxoz sədri, Səməd tanınmış cərrah, Pərviz isə mühəndis ixtisaslarına yelənmişlər. Pəri xalanın evidir. Gecədən xeyli keçmişdir. Açıq pəncərədən şəhərin işıqları görünür. Bayırda yağış yağır. Bu ara dəhlizin qapısı açılır. Pərviz otağa keçir. Hamının öz otaqlarında yatmış olduğuna inandıqdan sonra pəncəsi üstündə dəhlizə qayıdır. O, otağa gəlmək istəməyən Leylanı pıçıltı ilə içəri çağırır. Gəl, gəl. Buraxın məni, rica edirəm, buraxın. Mən səni yalnız yağış kəsdikdən sonra buraxacağım Leyla. Yan otaqdan səs gəlir. Pərviz Leylanı gizlənməyə məcbur edir. Pərvizin anası Pəri xala gəlir. Sənsən Pərviz? Gecə vaxtı kim ilə danışırsan? Mən heç kəslə. Bilirsən ana, indi gələndə yolda bərk yağış başladı. Tamam ıslanmışam. Odur ki, özümə deyinirəm. Yəqin yazıq qız da islanıb. Qız? Hansı qız? Mən nə bilim ki, sən bu gecə hansı qızla gəzirmişsən? Bəyəm birdir, ikidir. Bir şey yeyəcəksənmi? Yox ana, mən yemişəm, narahat olma. Yuxun şirin. Mənim yuxum həmişə şirindir. Sən öz barəndə fikirləş. Pərviz Pəri xalanı öz otağına ötürür. Leyla pərdə dalından çıxır. Pərviz, mən utanıram. Axı niyə gecə vaxtı məni bura güclə dartıb gətirdiniz? Oğru kimi gizlənməli oldum. Anamın dediklərini eşitdin? Yox. Sənin məğrurluğun mənim xoşuma gəlir. Yəqin mənim haqqımda pis fikirdəsən. Yox, pis fikirdə deyiləm. Mən sənə inanmıram. Sübut edə bilərəm. Necə? Mən yağış kəsənədək burada qalacaq. Sən nə qədər gözəlsən Leyla. Birdən yağış səhərəcən kəsmədi. Mən istərdim ki, yağış ömrümün axırına kimi yağsın. Pərviz, siz məni çoxmu sevirsiniz? Dəlicəsinə. Siz bu sözləri başqa qızlara deməmisiniz ki? Mən səni sevirəm Leyla.
Lanet şeytana. Bu gece yarısı gelen kimdi? Aç, özde değil. Ha, Rüstem. Ben bu saat. Gelen Rüstem. Mən yenə bir gizlənməliyəm. Ha, tez. Əgər o səhərəcən getməsə, Çok ihtimal ki gitmesin. O hemşire şehre gelende bize düşür. Rüstəm otağa keçir. O təəccüblə tanımadığı Leylaya baxır. Mənsiz deyəsən evlənirsən. Tanışalım. mənim adım Leyladır. Pərviz sizin haqqınızda mənə çox danışmışdır. Pərviz, sənin zövqün pis deyil. Bəs Leyla'nın? Getmək olar. Siz nə danışırsınız? Məndən niyə icazə alırsınız? Leyla, deyəm mən bu saat səni ötürərəm. Əlcini yum, mənim otağımda dincəl. Mən də bu saat gəlirəm. Deyəm mən çətiri də götürüm. Çətir getirmək üçün Pərviz öz otağına keçir. Xudafiz komandir. Gedək. Pərviz Leylanı ötürmək üçün onunla çıxır və tez qayıdır. Elə tez? Boynuma qoydu ki, kefsizsən, qayıt. Geri qayıtmağa məcbur etdi. Buna baxmayaraq onu evlərinə qədər ötürmək lazım idi. Özü də bir tərk edib çıxa bilər. Demək belə. Bura bax, sən o kolxozda nə oyun çıxarırsan ki, belə qəzetə yazırlar. Mədəniyyət sarayını vaxtından bir il əvvəl tikdirmişəm. Bir il əvvəl, necə bacardın? Bacardım da, bəziləri qurmaq üçün yaşayır, bəziləri də qız dəyişdirmək üçün. Məni zavoda baş mexanik vəzifəsinə qara gözlərimə görə götürməyiblər. Orada sənin qalxozdan qaçdığının xəbərləri varmı? Bu gürültülü sözlər nəyə lazımdır Rüstəm? Qaçdığına. Mən sabah zavod direktorunuzun yanına gedib səni ifşa edəcəm. Özün əziyyət vermə, o mənim yaxın dostumdur. Demək bu tərəfdən də özünü bərkitmisən. Demək belə. Səməd necədir, sizə gəlirmi? Əvvəl kimi yox. Ha, professor Dasent olub. Cərrahiyyə sənətində parlayan bir ulduz. Mən onun təcrübələri haqqında oxumuşam. Axtarır. Hələ evlənməyib ki. Zənnimcə sevgi heç onun yoxsuna da girmiş. Mənsə belə deməzdim. Bəs Pəri xala necədir? Öz malikanəsində hökmü sürür. Bəs şərqiyə? Bu saat oyadaram. Lazım deyil. Səhər görüşərik. Səninlə daha bir ciddi məsələni həll etmək istəyirəm. Nə məsələ? O evlərinə tək tənha gedən qızın məsələsini. O kimdir və nə iş görür? 20 yaşı var, mənimlə qonşuluqda işləyir, çertoz çəkir, atası müharibədə həlak olub, anası vəfat edib. Daha başqa sualın yoxdur ki. Əsası qalır. Sən onunla evlənəcəksən. Bilmirəm, o mənim xoşuma gəlir. Hər şey sənin tez xoşuna gəlir. Tez də yorur. Nə edək, keyfına bax, mən də belə yaranmışam. Mən səndən xahiş etmək istəyirəm ki, Leyla haqqında düşünəsən. O çox istirab çəkmişdir. Müharibə onun həyatını pozmuşdur. Müharibə çoxdan yaddan çıxır. Bu sənə görə belədir. Müharibəni kim unudub, kim yox. Biz elə yaşayıb, elə işləməliydik ki, sanki biz 3 nəfər deyil, yenə 12 nəfərik. Pərviz, müharibə ham üçün zəif külək kimi keçməyib. Leyla ata-anasını itirib. Mən yatarkən pəncərələrimi bərk-bərk qapıyıram ki, mənim iniltim qonşuları oyatmasın. Başımda müharibə qəlpəsi gəzdirirəm. O hər dəqiqə məni incidir. Qızın həyatını pozmaq olmaz Pərviz. Mən də səndən bunu xahiş etmək istəyirdim. Pərviz gedir. Səsküyə şərqiyə çıxıb Rüstəmə tərəf gəlir. Rüstəm, salam. Xoş gəlmisiniz. Salam, salam Leyla, salam. Bağışlayın, biz bir qədər bərddən danışıb sizi yuxudan oyatdıq. Siz nə danışırsınız? Əlinizdən düşən nədir? Yüzükdür. Hansı üzük? Siz bağışlayan nişan üzüydür. Mən biraz arıqlamışam. Yüzüyü itirməmək üçün barmağımı aça bilmirəm. Məyər üzüyü həmişə barmaqda gəzdirmək lazımdır? Bizlərdə qaydadır. Qızın ki barmağına üzük taxıldı, demək nişanlısı var. Qəlbini kiməsə bağışlamışdır. Yaxşı olardı ki, o əlamətləri gəzdirən barmaqlar yox, ürək olaydı. Rüstəm, mən sizə hədsiz minnətdaram. Siz mənə, ailəmə o qədər yaxşılıqlar etmişsiniz ki, mən bütün həyatım boyu özümün və qardaşımın əvəzində sizə borçlu olacağam. Elə bu? Məyər mən sizi incidən bir söz dedim?
Siz borçlular. Meğer mən bura borçlar üçün mü gelmişim? Şərqiyə yavaş-yavaş öz otağına gedir. Rüstəm istirab keçirir. Bir qədər onun arxasınca baxır. Sonra əlləri ilə başını tutub oturur. Pəri xalanın evi. Nahar vaxtıdır. Şərqiyə küçədə təsadüfən Səmədə rast gəlir. Şərqiyə ilə söhbət zamanı Rüstəmin gəldiyini öyrənən Səməd Pəri xalanın evinə gəlir. Səmədi uzun müddət evlərində görməyən Pəri xala onu danlayır. Aho! Görəsən gün hayandan doğub ki, doktor bizə gəlib çıxır. Pəri xala, inanın ki, vaxt tapa bilmirəm. Klinika, institut, tələbələr. Sən bu mahnıları ged öz tələbələrin üçün oxu. Mən Pəriyəm. Sən bizə çox gec-gec gəlirsən. Bəs niyə belə sümbə udmuş adamlar kimi dayanmışsınız? Oturun. Bilirsən nə var həkim? Sən Rüstəmin qayğısına qalmalısan. Onun əhvalı heç mənim xoşuma gəlmir. Şəhərə iş üçün çıxmış Rüstəm gəlir. Eşq olsun Səmədə. Təbrik edirəm. Nə ilə təbrik edirsən? Sən dassent olmusan. Özü də belə bir yaxın zamanda yenə narazısan. Mən elə yoldaş tanıyıram ki, o uzaq bir kolxozda daha böyük müvəffəqiyyətlər qazanmışdır. Belədir, bilmirdik. Şərqiyə, bizim üçün çay hazırlayın. Biraz da tünd olsun. Bu saat dəmliyim. Şərqiyə çay hazırlamağa gedir. Komandir, sənin əhvalın o qədər də mənim xoşuma gəlmir. Mən əgər indi komandir olsaydım, səni birbaş ştrafnoy batalyona göndərərdim. Bəlkə tribunala, güllələnməyə? Gülmə professor, zarafat eləmirəm. Mən yazığın günahı nədir? Hələ bir soruşursan da. Bəs bilmirsən ki, Pərviz qaçıb? Necə? Qaçıb? Hara qaçıb? Qaçıb da. Kolxozu bıraxıb qaçıb. Mən ki vaxtında demişdim. Ondan hələ çox oyunlar çıxacaq. Mən də sənə cavab vermişdim. Biz burada dostumuzu itiririk. Yanında adam məhv olduğu halda nə cür laqeyd qala bilərsən? Şərqiyə çay gətirir. Pəri xala gəlir. Rüstəm, oğlum gəlmişsən, özünü necə hiss edirsən? Lap yaxşıyam Pəri xala, nə var ki? Səndən incimişəm Rüstəm. Subaylığın daşını atmaq lazımdır. Heç olmazsa toyunuzu edin ki, Şərqiyəni köçürüb Pərvizlə məşğul olun. Uşağın 29 yaşı var. Hələ də pişik kimi özgə adamlarında gəzir. Mən özünə demişəm, əgər belə getsə, özüm bir qızın qolundan tutub gətirəcəyim evə. Şərqiyə, qapını aç. Gülməyin, mənə də Pəri deyərlər. Dedim mi, edəcəyəm. Şərqiyə dəhlizə çıxır. Otağa gəlmək istəməyən Leylanı çəkə-çəkə içəri gətirir. Ana, bu qız Pərvizin tanışıdır. Biləndə ki, Pərviz evdə yoxdur, çıxıb getmək istəyirdi. Otağa güclə gətirmişəm. Qəribədir. Pərviz ona adresini verir. Burada nə isə var. Yaxşı qızım, sən Bakilisən, kimlərdənsən? Yaxşısı budur ki, mən başqa vaxt gəlim. Dayan Pəri sənə qurban olsun. Belə bir qızın astanamızdan içəri girəcəyi günü çoxdan arzuluyurdu. Həm də belə gözəl qızı. Bir paltonu soyun. Bəs belə açıq havada çətir niyə götürmüsən? Bağışlayın, bu sizin çətirdir. Bütün ev eşiyim sənə qurbandır. Adın nədir? Leyla. Adın da özünə yaraşır. Heç tanış ol. Pərvizin dostlarıdır. Əyləşin balalarım, əyləşin, mən də çay hazırlayayım. Şərqiyə, gəl mənə kömək elə. Pəri xala ilə Şərqiyə çıxırlar. Pərviz gəlir. O Leylanı evlərində görüb heyrət edir. Leyla, sən burada nə edirsən? Pərviz, mən səndən o qədər niyarandım ki, budur, 2 gündür sən gəlmirdin. İş yerinə zəng vurdum, cavab vermədin. Mən o qədər narahat olmuşdum ki, indi yadıma salanda özümü utanıram. Uzun və mənasız danışırsan.
Mən səndən soruşuram, sən burada nə edirsən? Pərviz, yalvarıram, bu adamların yanında məni biabır eləmə. Sən mənimlə necə danışırsan? O məğrurluqdan belə edir, o sizi görüb belə edir. Onlar mənə mane olmur. Bəs mən mane oluram. Mən səni bura dəvət eləməmişim. Dəvət eləməmsən. Bəs siz yağışın bütün ömrünüz boyu yağmasını istəyirdiniz. Yağış kəsmişdir. Doğrudur. Yağış kəsmişdir. Nə qədər gözəl sözlər. Doğrudanmı bunlar yuxu imiş? Dayanın Leyla. Mən sizi ötürüm. Lazım deyil. Mən özüm gedərəm. Leyla qəti addımlarla çıxır. Rüstəmlə Səməd danlayıcı nəzərlə Pərvizə baxırlar. Səməd Pərvizə yaxınlaşır. Bu nə yaramazlıqdır Pərviz? Araysı. Öyt nəsiyyət də lazım deyil. Mətbəxdən əziz qonağı üçün çay gətirən Pəri xala Leylanı evdə görməyib təəccüblənir. Bəs bizim əziz qonağımız nə oldu? Getdi Pəri xala. Mən başa düşə bilmirəm. Sənin kimi tiplər dünyada nə üçün yaşayır? Nə üçün? Ancaq nəzakətlə cavab ver. Mən kobudluğa dözə bilmirəm. Mən də. Sən dünyada nə üçün yaşayırsan? Sənin də mənə sualın var mı? Mənim sualım var. Mənim. Ana, mən sonra səni başa salaram, bilirsənmi? İzahət lazım deyil. Mən təkcə bilmək istəyirəm. Yemək istəyirsən, sən yəqin yorulmusan. Mən daha sənə pis qulluq edirəm. İndi lap pis ana olmuşam. Sən nə danışırsan, ana? Xudafiz. Sən hara? Klinikaya tələsirəm. Özgə vaxt görüşərik. Rüstəm, məni ötürərsənmi? Biraz təmiz havalaq. Səmədlə Rüstəm çıxırlar. Pərviz etdiyi işdən peşman olmuşdur. Nəzərləri ona zillənmiş, bacısının və anasının üzünə baxa bilmir. Yaxşısı budur ki, mən dincəlim. Pərviz öz otağına keçir. O, Pərvizə nə dedi? Kim? Sən dünyada nə üçün yaşayırsan? O bu sualı nə üçün mənə yox, oğluma verdi. Bəs mən dünyada nə üçün yaşayıram? Madəm ki mənim balalarım... Balaların. Ana, bəs mənim günahım nədir? Mənim o qədər də savadım yoxdur qızı. Amma mən görürəm, başa düşürəm, anlayıram. Rüstəmin bizə gec-gec gəlməsi, səni teatra, kinoya aparmaması, hətta səninlə təklikdə görüşmək istəməməsi belə səni heç təəccübləndirmirmi? Nə üçün o toydan söhbət salmır? Bunun günahı bəyəm məndədir, ana. Sən bilmirsən ki, o niyə belə olub? Yox, bilmirəm. Gözlərimin içinə bax. Sən onu sevmirsən. O da bunu hiss etmişdir. Ana, mən həyatımı belə ona verməyə hazıram. Mən bütün həyatım boyu ona qulluq etməyə hazıram. İnanıram. Lakin sən onu sevə bilməzsən. Ana, sən yanılırsan. Bu düz deyil. Bir güzgüyə bax. Gör necə dəyişmisən. Sən başqasını sevirsən. Kimi sevirəm? Kimsəmədi. Ana, sənə yalvarıram. Bu barədə bir də heç vaxt danışma. Mən çalışacağam. Əlimdən gələn hər şey edəcəyim ki, Rüstəm xoşbaxt olsun. Mən öz qəlbimdən məhəbbəti qoparıb atarım. Qopararsan, yerindən həmişə qan sızar. Onu Rüstəm qəbul edərmi? Bəs mən nə edim? Axı mən anayam. Necə də dəhşətli sualdır. Sən dünyada nə üçün yaşayırsan? Rüstəmin xəstəliyi şiddətlənir.
Müharibə dövründən başında qalan qəlpə onu çox incidir. Pəri xala onunla məşğuldur. Pəri xala Rüstəmin otağından çıxır. Ay səbirsizdir ha. Qapını elə döyür ki, elə bil haraydır. Siz kimsiniz? Selam aleyküm aslan. Nə? Keçmiş uzak seferler gemsinin sükançısı Sarıoğlu aslan. Biraz sakit olmaz mı? Evdə xəstə var. Bütün gecəni yatmayıb. Üzü istəyirəm. Lənətə giləsən vərdiş. Niye durursunuz? Oturun. Sağ olun. Təklifinizə görə minnətdaram. Belə çıxır ki benim adım aslandır. Bağışlayın. Bəs siz kimsiniz? Siz kimi istəyirsiniz? Mənə bu evin ağsaqqalı lazımdır. Elə isə mənəm. O cavan gerek gitsin oğlunuzdur. Baş açık gezir, özde mühendistir. Oğlumdur. Adı da Pərvizdir. Bildiğiniz kimi kızın da adı Leyla'dır. Leyla. Elə buradan başlayaydınız da. O sizin nəyinizdir? Komşum. Açıq danışın, nə olub? Felaket. Siz məni qorxudursunuz. Evvellerde her şey öz kaydasındaydı. Edep, erkan, gül, çiçek, ötürmek. Sorular bağışlayın, ben açık danışacağım. Pes ne için izi yitirip kaçırsan? Bak, felaket buradan başlanır azizim. Nə fəlakət, nə iz? Siz mənim üstümə elə bir qaynar su tökdünüz. İndi nə edək, hə? Siz deyin, nə edək? Özüm de bilmirəm. Hele ona göre de gelmişim. O, harda yaşayır? Dedim ki komşumdur. Məni ora aparın. Pəri xala kəlağayını örtüb qəti addımlarla çıxır. Aslan əmi təəccüblə ona baxır. Sonra o da Pəri xalanın ardınca gedir. Muradov gəlir. Rüstəm Muradovla olan söhbətindən öyrənir ki, bu həmin onun axtardığı Muradovdur. Pərvizi qanadları altına aldığı üçün Rüstəm onu danlamağa başlayır. Pərvizi öz yerinde oturtmak lazımdır ve salam. Yok, bu düzgün değil. Siz onu mecbur edebilmezsiniz. Zavoda mühendis, mekanik lazımdır. Ben de götürmüşəm. Daha başka işlerin bana daxlı yoktur. Biz rotada 12 dost idik. 3 nəfər sağ qaldıq. Mən istəyirdim çalışaq hərəmiz 4 nəfərin əvəzinə. Lakin bugün sabah mən öləcəyəm deyə bunların mənə nə dəxli? Dayanın, siz hara gedirsiniz? Yok, bırakmaram. Çok yüngül yaka tutarmak istiyorsunuz. İndi de ben sübut edeceğim. Lakin mənə lazım deyil. Mənə lazımdır. Siz hara? Sübut etmeye. Görüm doğrudan mı benim kalbim mahvolmuştur? Eğer siz 4 nəfəri əvəz edirsinizsə, bəs mən 2 nəfəri əvəz etməliyəm. Muradov qapını çırpıb çıxır. Rüstəm öz otağına gedir. Leylanın yanına gedən Pəri xala onu öz evinə gətirir. Budur gəldik qızım. Paltonu çıxart. Siz nə üçün məni bura gətirdiniz? Mən buradan bir məqsədlə, səni bura gətirmək məqsədi ilə getmişdim. Axı nə üçün? Siz bildiniz ki, Pərviz sizin oğlunuzun, mənim açıqsı mənə yazığınız gəldi. Yox, and içirəm ki, yox. Sən mənim yanımda yaşayacaqsan. Qoy o da bunu görsün. Qoy səni hər gün, hər saat görsün. Qoy hər saniyə səninlə üz-üzə gəlsin. Mənə daha çox nifrət etməsi üçün. Yox, qoy başa düşsün ki, kəpənək çiçəkdən çiçəyə, güldən gülə qona bilər. İnsan yox. Keçmişlərdə belə şey olmayıb, indi yoxdur, gələcəkdə də olmayacaq. O görəcək ki, onun anası Pəri səni özünə gəlin hesab edir. O bunu gördükdə başqaları ilə də belə yaramazlığa cürət etməz. Bütün bu hadisələrdən sonra mən burada... Sən ona görə buradasan ki, Pərvizi xilas edəsən. O xilas olacaqdır. Biz səninlə onu xilas edəcəyik. Pəri xala, mən qalıram. Gəl səni öpüm qızım. Mən kimin yanına getdiyimi yaxşı bilirdim. Muradovun dalınca getmək istəyən Rüstəm gəlir. Aha, nihayet evde adam tapıldı. Leyla, salam. Salam. Keyfin deyəsən yaxşıdır. Çox yaxşıdır Pəri xala, çox yaxşıdır. Mənim maraqlı bir söhbətim olub. Ona görə də özümü çox yaxşı hiss edirəm. Pərviz keyfli halda gəlir.
Yenə də Leylanı görüb gözlərinə inanmır. Siz, yenə də siz. Bəlkə məni qara basır. Bu mənəm Pərviz. Qəribədir, çox qəribədir. Mən sizin bu hayasızlığınıza heyrət edirəm. Pərviz! Pərviz, bir qədər nəzakətlə. Haraysız, heç nəsiyyət lazım deyil. Mən sizə bu otaqda açıq aydın dedim. Gərək ki, mən sənə də açıq aydın dedim. Pərviz, Leylanı bura mən gətirmişəm. Həm də güclə. Ana, icazə verin öz evimdə kimi görmək istədiyimi mən özüm təyin edim. Unutma ki, bu ev hələlik mənim də evimdir. Bir də mən Leylanı bura qonaq gətirməmişəm. Mən xahiş etdim ki, o həmişəlik bizdə qalsın. Leyla, sən də razılıq verdin. Demək, mənim onu istəyib istəmədiyimdən asılı olmayaraq o burada qalacaq. O mənim qızım, mən də onun anasıyam. Bəsdir, mən ciddi deyirəm, qəti deyirəm. Bu saat bu evdən ya o gedəcək, ya mən. Bu sualı gözləməyən Pəri xala sarsılırsa da özünü ələ alır. Leyla çıxıb getmək istəyir. Pəri xala işarə edir ki, dayansın. Leyla dayanır. Pəri xala bütün gücünü toplayaraq Pərvizə qapını göstərir. Sən! Pərviz sarsılır. Sonra qapını çırpıb gedir. Pəri xala kresloya əyləşib, əlləri ilə üzünü tutur. Leyla ona yaxınlaşır. Pəri xala, mən heç vaxt bunu gözləməzdim. Mən isə gözləyirdim. Yaxşı qızım, keç o biri otağa. Dincəl. Axşam da çemadanlarını gətirərik. Leyla qətiyyətsiz Şəriyənin otağına keçir. Su verin mi Pəri xala? Ver. Siz çox mətin kadınsınız Pəri xala. Mən daş ürəkli qarıyam. Uşağı evdən qovdum. Elə bil heç bir şey olmayıb. Sakit oturmuşam, su içirəm, danışıram da. Belə ciddi tədbir görmək üçün böyük ürək lazımdır. Pəri xala, o ürək sizdə var. O ürək sizə bir də sübut elədi ki, insan uçuruma gedərkən əlini əlimin üstünə qoyub sakit dayanmaq olmaz. Sən məni düz başa düşmüsən. Mən o uçurumu görürdüm. O mənim gözlərimin qabağındadır. Pəri xala, Bakıda işlərim qurtarmaq üzrədir. Bir işi də cəsarət götürüb qurtarmaq lazımdır. Hansı işi? Bizim Şərqiyə ilə toyumuzu. Bəlkə siz ayrı şey fikirləşirsiniz. Yox, yox. Mən başqa nə fikirləşə bilərəm? Bəs nə üçün sizin gözünüz yaşarmışdır? Qızları ərə gedəndə analar həmişə ağlayırlar. Şərqiyə də sözünüz deyərsiniz. Deyərəm. Deyərəm. Rüstəm yavaş-yavaş çıxır. Pəri xala tərpənmir. O istirab keçirir. O deyir ki, mənim ürəyim genişdir. Böyükdür. Yeni bir yaraya dözmək üçün o nə qədər güclü, nə qədər böyük olmalıdır. O da bunu başa düşür. Hamısını başa düşür. Ertəsi günün axşamı. Leyla qapını açır. Pərviz gəlir. Leyla və Şərqiyə öz otaqlarına keçirlər. Rüstəmi görən Pərviz hiddətlənir. Deyəsən, burada artıq yad adamlar ağalıq eləyir. Belədir. Demək, mən yad adam oldum? Bəli, sən bizim yad olmağımız üçün əlindən gələn əsirgəmədin. Məni öz doğma evimdən sıxışdırıb çıxartdım. Bu sənə cüz'i göründü. İndi də məni zavoddan çıxartdırmaq istəyirsən. Mən sənə yalnız kömək etmək istəyirdim. Bəli, sən mənim həyatımı xilas etmişsən. Lakin mən səndən xahiş edirəm, yalvarıram. Məni öz bu xovlarından da xilas et. Səsküyə Leyla ilə Şərqiyə gəlirlər. Sədaqət hər addımda,
Her saniyede sadakat. Sədaqət. Bəs sən hər addımda sədaqətlisənmi? Gör sənin üzündən nə günə düşüb? Bütün qəlbini parçalamısan. Əvvəlki şərqiyədən quru kölgə qalıb. Pərviz! Zərər yoxdur şərqiyə. Onun ömrünə az qalıb. O bunu bilir. Ona görə də intiqam alır. Heç bir ayda çəkməz ki, o ölər. Bəli, sən öləcəksən. Mən də sənin təqibindən yaxa tutaracağım. Ağlınızı başınıza yığın Pərviz. Sən də buradasan. Sən mənə heç öz evimin qapısını açmaq da istəmirdin. Burada günləriniz necə keçir? Hamınız bura sığınmışsınız. Pis sığınacaq deyil. Mənə belə gəlir ki, sən özünü göstərmək istədiyin qədər də alçaq deyilsən. Amma sən mələksən. Dik tabanlı jemperli mələksən. Pərviz qapını çırpıb çıxır. Leyla yan otağa keçir. Şərqiyə bir müddət nə edəcəyini bilmir. Sonra o Rüstəmə müraciətlə. Mən özümü çox pis hiss edirəm, Rüstəm. Pərviz nə üçün sizi mənə görə günahlandırdı? O haqlıdır. Nədə? Mən sizə çox pislik eləmişəm. Mən sizdən yaxşılıqdan başqa bir şey görməmişəm. Siz həmişə mənə qayğı və diqqət göstərmisiniz. Mən çox pis adamam Şərqiyə. Rüstəm, mən sizə demək istəyirəm ki, mən qət etmişəm. Rüstəm, mən sizi sevirəm. Belədir. Siz bunu elə dediniz ki, elə bil ürəyiniz ağrıdı. Yəqin ona görə ki, qız üçün bunu birinci demək çətindir. Şərqiyə, mən dünyada ən gözəl bir qızı sevirdim. Mən elə gəlirdi ki, o hamıdan gözəldir. Ondan gözəli yoxdur. Mən onu gənc yaşlarımdan sevirdim. Getdikcə bu sevgi mənim qəlbimdə böyüyür, bərkiyir və mətinləşirdi. Mən onu müharibə cəhənnəmləri kəlisindən xətərsiz çıxartdım. Bəs indi? İndi o məhəbbət ölmüşdür. Siz məni diri-diri dəfn edirsiniz. Şərqiyə, mən sizi sevmirdim. Başqasını sevirdim. Sizi isə sevmək istəyirdim, fəqət bacarmadım. O üzüyü çıxardım. O sizə o qədər dərd gətirmişdir ki... Siz nə edirsiniz? Siz mənimlə necə danışırsınız? Axı ilk dəfə mən dedim ki, sizi sevirəm. Qəlbdə biri ola-ola həyatını başqa birisi ilə bağlamağın nə mənası var? Yox, yox, yox. Şərqiyə, mən çox pis adamam. Rüstəm ağır addımlarla öz otağına keçir. Şərqiyə divan üstünə yıxılıb ağlayır. Pəri onun yanına gəlir. Şərqiyəni qucaqlayır. Ana, o məni sevmir. Siz danışdınız? Bəli. Dedin ki, səni sevirəm. Dedim. Sən ona yalan dedin kızım. Ana. O da dedi ki, sevmirəm, ha? Bəli. O da yalan deyib. Siz ikiniz də biri-birinizə yalan demişsiniz. Bəs bunun sonrası necə olsun? Necə istəsən. İndi sən azadsan. Rüstəm Lola söhbətindən sonra Muradov Pərvizi işdən azad edirsə də, o kolxoza qayıtmır. Bunun əvəzində Muradov özü quraşdırma briqadası ilə birlikdə kolxoza hamilik köməyi göstərmək məqsədi ilə məzuniyyəti orada keçirməyi qərara alır. Rüstəmdən kolxozda görüləcək işlər barədə göstəriş almaq üçün onun yanına gəlir. Aslan əmi də buradadır. Söhbət qızışır. Həkim Səməd gəlib Rüstəmin iclas açdığını görüb acıqlanır. Bax, bu çox nahaq yerə.
Sənə təntənəli qəbullar və müşavirələr ziyandır. Əl çək. Biz elə yekunlaşdırırıq. Mən elə bu dəqiqə yekunlaşdıra bilərəm. Mən getdim xanımın yanına. Həkimlər yaxşı cəmaət deyirlər. Mənim sizdən bir xahişim var. Bizim qalxoza gedəndə orada deyin ki, tikintilərə başlasınlar. Məni gözləməsinlər. Məni gözləməyə dəyməz. Siz nə danışırsınız? Bu ki dəhşətdir. Siz gedin. Rica edirəm siz gedin. Bu sizin mənə edəcəyiniz ən böyük yaxşılıq olacaq. Siz arxayın olun. Muradov çıxır. Rüstəm Səmədə yanaşır. Səməd, təzə nə xəbər var? Xəbər birdir. Rengin müayinəsi sübut edir ki, elə bu gün səni hazırlayıb sabah operasiya edək. Əgər etməsəniz, onda mən neçə gün yaşaya bilərəm? Sənə düzünü deməmək olmaz. Komandir, sənə dediklərimi heç bir xəstəyə deməzdim. Əgər operasiya etməsək, 10-12 gün yaşayacaqsan. Əgər indiki kimi müşavirələr keçirsən, onda gün deyil, həyatın saatlarla ölçüləcək. 10-12 gün, o da yan üstə, dəyməz. Səməd, operasiyanı et. Mən artıq razılaşmışam. Sənin operasiyanı şəhərin ən təcrübəli cərrahlarından birisi edəcək. Operasiyanı sən etməlisən Səməd. Axı, mən onu edə bilmərəm. Bir də, axı, nə üçün mütləq elə bunu mən etməliyəm? Ona görə ki, mən belə istəyirəm. Elə, başa düşürsənmi? Rüstəm otağına keçir. Aslan əmi hövülnak gəlir. Doktor, kömək edin. Xanımın halı xarabdır. Tava elindən düşdü, boşqabı sındırdı. İstikanları qırdı. Qapqacaqsız qalacaq. Səməd cəld mətbəxə gedir. Leyla gəlir. O xəstəxanaya getməyə hazırlaşan Rüstəmi görür. Rüstəm, siz özünüzü necə hiss edirsiniz? Əla, səhərdən axşamacan mahnı oxumağa hazıram. Siz yenə də mənə gülürsünüz. Yox, Leyla, mən sizin xatirinizi çox istəyirəm. Siz yaxşı qızsınız. Leyla, mən istəmirəm ki, sizin kimi yaxşı bir qız məni pis bir adam kimi xatırlasın. Mən Şərqiyəni sevirdim, o da məni sevirdi. Ancaq sonralar belə qət etdik ki, o institutu bitirsin, mən də ona qədər qalxozda işləyim. Nəhayət gördüm ki, Şərqiyə məni yox, bizim Səmədi sevir. Rüstəm, məni bağışlayın. Mən də elə bilirdim ki... Sakit, sakit. Göz yaşları Leylanı boğur. O danışa bilmir. Yan otağa qaçır. Pəri xala ilə Səməd gəlirlər. Hazırlaşdın? Hazırlaşmışam. Amma sən qaşqavanı ilə sallamısan ki, adam heç baxmaq da istəmir. Qoy bu saat gedim, geyinim, bu görkəmdə yaxşı deyil. Rüstəm iti addımlarla otağına keçir. Elə həmin Rüstəmdir. Başa düşmək olmur. Ölümə gedir, yoxsa Soçiyə, kurorta hazırlaşır. Pəri xala Səmədə yanaşır. Səməd, Bəli, Pəri xala. Səməd, mən buna dözə bilmərəm. Əgər Rüstəm, yox, o mənim həm oğlumdur, həm də qardaşım. İnan, mənim bütün var yoxum bir yana, Rüstəm bir yana. Pəri xala, bunlar hamısı aydındır. O mənim özümə lazımdır. Çünki ondan yaxın dostum yoxdur. O Şərqiyyə nəhayət sizə lazımdır. Ona görə ki, sizin gələcək kürəkəninizdir. O mənim kürəkənim olmayacaq. Siz vaxtından qabaq nəticə çıxartmayın. Sən məni başa düşmədin, Səməd. O, Şərqiyyədən əl çəkdi. Mərd-mərdana, sevmirəm, vəssalam. Mən başa düşürəm, nə üçün əl çəkdi. Axı o... Əzab vermə, o nə? Axı heç bir ümid yoxdur. Rüstəm mənim stolumda həlak olacaq. Sus, danışma. Pəri xala öz otağına keçir. Rüstəm qayıdır. Səməd, mən hazıram, gedək. Rüstəm, komandir, mən əməliyyat apara bilməyəcəyəm. Mən cərrah bıçağını əlimdə saxlaya bilməyəcəyəm. İstəmək lazımdır. Onda saxlaya bilərsən. Bu elə bir iradə tələb edir ki... Çox böyük iradə.
Ancaq sən bunu edəcəksən. Sən mənim başımdakı qəlbəyə qalib gələcəksən. Daima Pərvizin xəyalı ilə yaşayan Leyla Aslan əbidən öyrənir ki, Pərviz zavoddan çıxarıldıqdan sonra kolxoza qayıtmayıb, neft daşlarında işə düzəlib. Onu dəhşət bürüyür. Pəri xala, bilirsinizmi oğlunuz hardadır? Bilirəm. O neft daşlarındadır. Hər tərəf soyuq, külək, fırtına. Orada əsli insanlar çalışırlar qızım. Qoy o da orada yaşayıb onlardan öyrəşsin. Nə qədər çətin olsa, bir o qədər onun üçün yaxşıdır. Əlində köhnə sırıqlı, başında qulaqlı papaq Pərviz gəlir. Şərqiyə qardaşının üstünə atılır. Pərviz! Araysız. Ana, mən paltarlarımın dalsınca gəlmişəm. Nə lazımdır, apara bilərsən. Şərqiyə öz otağına gedir. Pəri xala Leyla ilə Pərvizi tək buraxmaq üçün mətbəxə keçir. Pərviz Leylaya yanaşır. Mən sizin özünüzdən yarı batmış gəminin darısqal kayutasında yaşayıram. Elə bir gəminin ki, o bir daha yerindən tərpənməyəcək. Bəlkə mənim bacım dərdindən öldüyü Rüstəm, siz məni mühakimə etmək istəyirsiniz. Lakin bir düşünün, siz özünüz kimsiniz? Mən pis hakiməm. Rüstəm isə həqiqi insandır. O həm dost, həm də yaxşı hakimdir. Şərqiyə gəldikdə Rüstəm ondan əl çəkmişdir. Əl çəkmişdir? Bəli, belə məlum oldu ki, Şərqiyə yalnız ona görə Rüstəmin nişanlısı olmağa razılıq vermişdi ki, Rüstəm sizin ailənizə çox yaxşılıqlar etmiş. Onun qardaşını sizi ölümdən qurtarmışdır. Şərqiyə Səmədi sevirmiş. Rüstəm isə belə qurbanı istəmədi. Şərqiyənin əzab çəkməməsi üçün heç vaxt onu sevmədiyini söyləmişdir. Rüstəm hardadır? Bu dəqiqələrdə yola düşür. Rüstəm, Səməd gəlirlər. Pərviz onlara əhəmiyyət vermir. Pəncərə qarşısına keçir. Leyla sevincək Rüstəmi qarşılayır. Rüstəm, nəhayət, axır ki siz sağ və salamat ayaq üstəsiniz. Əşi, ölmək nədir? Tələsmək nədir? Pərviz, salam. Gördüyün kimi mən ölmədim, sağaldım. Sizi inandırıram ki, bunun mənə zərəli yoxdur. Professor, mənim dünyada nə üçün yaşadığım artıq səni də maraqlandırmır. Maraqlandırır, Pərviz, çox maraqlandırır. Eşitmişəm, neft daşlarında işləyirsən. Mühəndis hər yerdə iş tapılar. Mən öz həyatımdan yalnız bir ili silib çıxartmağa çalışıram. Lakin bizi öz həyatından silə bilməyəcəksən. Bu sizin özünüzdən asılıdır. Demək, sən bizə qarışmamaq üçün şərt qoyursan. Bəli, bir də ki biz Rüstəmlə artıq əvəz-əvəz olduq. Sənə isə Səməd, o qəlpəni Rüstəmin başından çıxartdığım üçün minnətdaram. O dəmir parçası mənim də yaşamağıma mane olurdu. Güman edirəm ki, münasibətlər aydındır. Aydındır. Netmək, indi ki gedirsən, get. Orada da həqiqi insanlar çalışırlar. Əgər onlar təbiəti cilovlayıb dənizin ortasında möhtəşəm şəhər salmağı bacarırlarsa, demək, səni də cilovlamağı bacararlar. Aslan əmi və Pəri xala gəlir. O, Rüstəmi görüb sevincək ona tərəf gedir. Rüstəm, oğlum, gözümün işığı, səni yenə evimizdə görürəm. Pəri sənə qurban olsun. Çox şadam oğlum. Rüstəm, nə qədər xoşbəxtam. Çox sağ olun. Yenə də sağ olun. Nəyə görə? Ona görə ki, sağ qalmışsınız. Rüstəm, Şərqiyə, Səməd gedirlər. Pəri xala da onun yoluna yemək hazırlamaq üçün mətbəxə gedir. Bayaqdan pəncərə qarşısında dinməz, söyləməz dayanan Pərviz Leylaya: Siz mənim çamadanlarımı yığışdırmağa söz vermişdiniz. Axı mən də gedirəm. Leyla Pəri xalanın otağından çamadan gətirib Pərvizə verir. O getmək istərkən Leyla onu saxlayır. Dayanın. Pərviz dayanır. Leyla çətir gətirib Pərvizə verir. Çətir götürün. Bayırda yağış yağır. Bəs siz?
Mən sudan qorxmuram. İstər çay, dəniz, istərsə yağış, qar. Mən o barədə demirəm. Yəqin siz mənim bu evi nə vaxt tərk edəcəyimi bilmək istəyirsiniz. Xeyr. Mən bilmək istəyirdim ki, mənimlə birlikdə yarı batmış gəmiyə, dalğalar qucağına getmək istəyən bir adam tapılarmı? Bayaqdan bəri bu səhnəyə qulaq asan Pəri xala oğlunun boynunu qucaqlayıb öpür. Çox sağ ol oğlum. Mən bunu səndən gözləyirdim. Bu gürültülü sözlər nəyə lazımdır ana? Sənin öz qanunların var, mənim də öz qanunlarım. Pərviz, bütün həyatımı, bütün gəncliyimi sizə, sənə və Şərqiyə vermişəm. Elə et ki, səndən soruşmasınlar. Sən dünyada nə üçün yaşayırsan? Bunun kimə nə dəxli var? Əlvida. Pərviz çıxır. Pəri xala bir qap su götürüb onun arxasınca atır. Pəri xala, siz nə üçün belə edirsiniz? O müharibəyə gedəndə də mən belə etdim. Onun dalınca su attım ki, sağ-salamat qayıtsın. Siz istəyirsiniz ki, o neft daşlarından da qayıtsın? Yox, qoy orada yaşasın. Ancaq namusla yaşasın. Pəri xala mətbəxə, Leyla yan otağa keçirlər. Rüstəm və Şərqiyə gəlirlər. Budur. Siz yenə də gedirsiniz. Gedirəm. Mən sizə görə çox qorxurdum. Mən sizə görə daha çox qorxurdum. Qorxurdum ki, Səməd operasiyanı etməyə, siz də öz taleyinizi həqiqətən sizə layiq olmayan bir adamla bağlayasınız. Rüstəm. Səməd bərk tərləbiş halda əlində çamadan Rüstəmin otağından çıxır. Nəhayət əməliyyat qurtardı. Yadındamı Səməd? Biz oradan buraxılanda vaqon kupesində mən də sənə cavab verdim ki, qoy Şərqiyə özü desin görək kimi seçir. O artıq seçmişdir. Təbrik edirəm. Hər ikiniz xoşbaxt olun. Pəri xala, Leyla, Aslan əmi, bura gəlin. Mənə yaxşı yol diləyin. Bu ev isə həmişə abad olsun. Rüstəm, məni bağışla. Rüstəm, məni də. Ne için? Axı ne için? Başınızı uca tutun, uca. Pəri xala içində yemək olan zəmbili Rüstəmə verir. Yeməkdir. Yol üçün hazırlamışam. Sağ ol Pəri xala, sağ ol. Yaxın görüşədək. Rüstəm, Şərqiyə, Səməd çıxırlar. Pəri xala onların arxasınca da bir qap su atıb qabı Leylaya verir. Leyla qabı yenidən su ilə doldurub stolun üstünə qoyur. Bunu kimin üçün hazırlamışsan qızım? Özüm üçün. Özün üçün. Sən xəbər aldınmı? Bəlkə mən səni bu evdən heç buraxmıram. Pəri xala, mən Pərvizin yanına gedirəm. Pərvizin yanına? O zaman mən sizə inanıb burada qaldım. İndi də siz mənə inan. Onun orada qalması üçün mən mütləq onun yanında olmalıyam. O, bilmək istərdim, mənimlə oraya gedən bir adam tapılarmı dedi. Bu mənim üçün bir çağırışıdır. Mən bu çağırışı qəbul edirəm. Sevincindən gözləri dolmuş Pəri xala Leylanı köksünə basır. Mən sənə elə öyrənmişdim ki, sənin saadət yolun çox keçməkeşlidir. Yaxşı qızım, hazırlaş, sən də get. Mən çamadanlarımı hazırlamışam. Aslan əmi, gəmi oraya hansı limandan keçir? Mən səni ötürərəm qızım. Pəri xan, qəm eləmə. Mənim savalan gəmim çoxlarını tərbiyələndirib adam eləmişdir. Aslan əmi Leylanın çamadanını götürüb çıxır. Pəri xala, arxamca su atmağı unutmayın. Unutmaram qızım, unutmaram. Onun qarşısında alçalma. Özünü qoru. Pəri xala, siz anaları ən gözəlisiniz.
Pəri xala ilə vidalaşıb gedir. Pəri xala onun arxasınca su atır. Sonra gəlib evin çilçırağını yandırır. Qoy onlar harda olurlar olsunlar, bizim evin işıqlarını görsünlər. Siz İmran Qasımov və Həsən Seyidbəylinin Böyük Ürək piyesini dinlədiniz. Əsər 1961-ci ildə lentə alınıb.